Ion Liga. Salamünaleyküm. Aleykümselam. Özünüzü təqdim eləyin. Mən Eki Ramon. Necəsən Raman? Belə də, siz necəsiniz? Şükür Allah. Bəs keçən dəfə deyirdin Omendir. O mən yadda qalsa yaxşı olar da məncə. Adı çox sevirəm. Liga haqqında nə deyə bilərsən Omen? Pis şeylər deyə bilərəm. Zarafat eləmə şeyim olmadı. Super. Rəqibin haqqında nə deyə biləcəksən bu dəfə? Yəni bax keçibdir, treklarını araşdırmısan yəqin ki, falan 5 məkan. Keçən dəfə biraz agresiv idim. Bugün plus agresivəm. Aha. Super. Daxıya battle. Yəni Qərbə şans verəcəksən yoxsa Qəribə şans. Şans verilib də battle'dadır. Bundan artıq nə olsun? yəni sən verməyəcəksən amma şansı da? Məncə yox. Çox sağ ol Omen. Öpürəm. Salamünaleyküm. Salamünaleyküm. Zəhmət olmasa özünüzü təqdim eləyin. Gəlib Səfərov, Homo sapiens, neokorteks, epistrenigo, şahmatist, şizik, parasomniyadan ağır əzab çəkən bir xəstə. Bəlkə aid olmayan bir dənə sual vermək istəyirəm sənə Qərbə, olar? Sənin adın nəyə görə belə uzundur da yəni? Həyatın yolları qədər uzun. Həyatın yolları qədər, hətta belə. Rəqibin haqqında nə deyə bilərsən bizə? Sözün yox da, Mən deyiləcək. bilən mahnısını, mənə dedilər, çox güclü battle MC-dir. Dedi, battle sökür, yığır, YouTube-a girdim, tək tapdığım mahnısı qal yanımda, əzizim. Yəni, böyle bir şey gözləmirsən yəqin ki, o məndən onda. Bəlkə göstərdim. Bəlkə göstərdin. Yəni, o qədər da inanmırsan da, belə deyil. Yəni, Darwin nəzəriyyəsinə görə primitiv primatlar insanı görə bilirsə, 10 ildə yərdə nəsə güclü bir şey göstərə bilər. Aha. Bəs, belə deyil, battle-da belə bir şey var da, söyüş falan olacaq da. Ola bilsin kiməsə toxundu, dava olsa, nə edəcəksən? Bayaq demişəm, yeni deyəcəm. Ya pəncərədən oxlanacam, ya qapıdan qaçacam. Olsa. Çox sağ ol, qərib. Qapı bağlı olacaq, nəzərə satdırım. Pəncərədən oxlanaram. Çox sağ ol. Hər gün Ziyon Ligada salamlayırıq və ikinci tur münsiflərimiz A4 Kral Xaus Sağ tərəfdə duran MC özünü təqdim elə. Neokorteks aka epistrenigo. Sol tərəfdə duran MC özünü təqdim elə. O mən Eki Ramon. İşatmamızın nəticəsinə görə set başlayır. Biri var idi, biri yox idi. Dünyada yaşayırdı bir dənə bulan. Ola bilirdi ki, rəqdə bacaracaq o göstərməyə, o oynama xəbəri yoxdur ki, burada deyil, batıl axşamı. O gəlib durar, bu gün qurban bayramı. Amma sənə kimi canlıları çox gördüm. Sən rəqi bıraxmırsan, sorursan, yaxşı deyil. Mən sənin deyiləm rəqibi. Sən rəqibi Sasha Grey. Amma başda, yox başda. Sasha Grey ilə sən müqayisə tez etdim. Səndən fərqli olaraq o işini bacarır və burada hamının Sasha Grey var respekti. Mənə elə gəlmir ki, sən bacararsın burada göstərmək səviyyə. Uzaq başa atarsın bir-iki qafiyə, yox, pox, moxluq, mən, sən, bizsiz. Bilirsən, zil bilsiz, yaşaya bilərdim rapdə. Gördüm necə bərbaq tempdə. Sizin rap nəsdir? Rapin əsas problemi. Siz ən zəif güclərin, ən zəif emblemi. Siz göstərirsiniz özünü battle rapper kimi Türkiyədən, ülküdə. Mən deyim, sən burada qəlbə üşüdərəm. Çünki sən istedadın bizim münsiflərin başındakı tük qədər. Mənim istedadım burada tonun axı. Mənim istedadım vaxonun qarnı boyda. Mənim istedadım məhvədir burada axı. Mənim istedadım məhvədici qüvvədir. Mən kvant fiziki, sən sadəcə bara təzə başlayan oyuncu. Tap indi iznini. Bax, mən Hitlerəm. Sən 2-ci Dünya müharibəsi yapıldı, əzabların bitmirdi. Və bura deyil, battle. Bura Almaniyada konsilərdir. Və nə qızıl MC? Sən uzaq başı qızıl şləgər. Nəysə, mən istəməm sənin üstündə çox gedim. Məhv edim, dəf edim səni bu özüdə cümlələrlə, dəf edim. Mən görmüşəm çox sənə kimi insanlar. Mən bilmirəm, niyə Darwin nəzəriyyəsi çoxunun qəlbinə pis baxır. Zaman baxın, Darwin nəzəriyyəsinin canlı isbatı.
Qəlimin raundu bitti. Birinci raund Omen. Underground'a gəlmək üçün lazım iti qələm bir də ağıl. Niqab burada hədəflərdir, yazılır saman nağıl. Mənə dedilər ki, qərib dağdır. Ala bu dağın dalını dağıdıb bağını tağına qatar ama burada mənəm kombat qalanamız tağımı. Karizmatik döyüşüm var, sağdan udar 1-2. Qarşında Omendir, bunu sən də bil ki. Rəkib bəs eləmir mənə 1-2. Və səndəki hərəkətlər, sənəvi dili və bəlkə və siktir gətər ki. Hələli yələlə verib bəndə nə kimi önümə gələni hədələ. Mən nələr edərəm, gözün qalar bərələ. Soxca şişmə, göz önündə dağlar olub dərələr. Sox içində dur qıraqda, ağlını yıq təpənə. Mənim əsəbdən artıq əsir əlim. Kimdir ustadın, gətir keçim təlim. Bir də gördünüz 102-yə zəng elədim. Alo, bəli, setə bomba qoydum, patladacam gəlin. Mən sən fırladaram 2-2. Elə bil ki, təsbih kimi edib zikir. Varovskoy emsiyəm mən, dediyinə getir fikir. Elə eləmə ki, elgədə 5-dən zabor tikir. Uçurbur göyə peykir. Sən qohumusan Zukerbergin. Allah söyülməkdən yumşalıbdır bəlki. Pi yığını, məşq elə bəlki. Mən patron, bu da Fuad Ərgin. Ala mənəm canavarı bu layihəni. Qoyub darağa qafiyəni çəkib hədəfim arxa nahiyəndə. Bum bum. Rom. Və ikinci round isə Gözləmirdin əbi heç. Cidir səsini, axmaq təsinə üstümə gedirəm, sən onu nasıl təslim. Sən burada oyuna bənzər porno filmə məhv edir, burada sanki pult filmdir. Və burada izləyin, bizim bəksayarızını bir dənə master özünü sər klasik indi dinləsən isfastikə ilə məhvlər. Sən hədəf edirəm, sən bənzərsən bir dənə qəribə canlıya və mən elə gəlib yanımda oynayır. Sən necə də saysan, baxın uşağı, hayda bu uşağı. Mən tapdım sən bir üstündə yazmışdı, Tuman, what the fuck, Tupac belə səni görsəydi deyərdi, ataram rəfi, sikdirsin, bilirsiniz, sən onu nasıl zirk edib, get evə axud, dua, mən burada sənə görə intellektual, qalım sənmi, mən nifrət edirəm batla, mənə görə batıl hip-hop'a da batır, mən qafiyələrlə ataram, çünki mənim yazdığım fərqli batıldır, sikdirsin istəmirəm qələbə, mən hələ də çalışmışam insanları çıxardım bu tələdən, işim, gücüm, həyatım boyu yazmaq sətirləri ki, insanlar görsün, necə dünya səfirləri, fərqli şairləri dönüb burada bir dənə cəsədə, axmanlığı haldımın, dönüb burada mənim məqsədim sizin kimi canlıları məhv eləmək, siz burada bənzərsiniz virusum, mən antivirusum, mən səni yiyərdim, amma İslamda haram, nəysə, mən eləyəm. Devam edək. Mən öyrənirdim meymunları şəhərdə qabağıma çıxdı meymun. Gör yenə, burada 7 dənə samuray, bir dənə roin. Və himsiləri bacarıqlarına görə bölürəm 4 yerə. Yuxarı, orta, aşağı, omen. Nəysə. Sənin sidin arxandakı dəstə. Sən burada deyilsən mükəmməl, saysanız bu xəstə, manyak, mükəmməl, kanyak, repin yox, sən repin, spirtsiz pivə, həcib pivəsi qədər mənasız. Və izin verin bu yerektika burada mənasın. Təsvir elə, mən sevməsən reperlər deyil vecimə, mən onlardan keçirəm, mən daxilimdə keçinlər, mənim öz problemlərim, gecələri mənə əzab edir, parasomniya və dediklərim, ona görə sonra da qalıb son sətirdim. Tərzimin illər boyu itilədim, amma sənə görə az və it ilənir. İndi çox üzərimə it kimi didilədir. İndi sən məhv edərəm bu avazıda üzərə. Burada it də qətliyim. Tamam. Omen ikinci round. Əslində 28-dən saxol qama ki yerdə pox edir. Gördüyü lampancıları var, saqqallı qəribə bir manikensən. Mən lazımsız cover olsam, sən də düşük manifestsən. Biraz reyting yığdın sən, deməli niqab karifeysən. Bizə sorsan şablonsuz ya da ki cırıq qarifeysən. Ağır
gəlir bəsit pancım, qulaqlarına sancım. İnanmasan göstərərəm, məndə yoğun qancım. Şit çıxıb treklərin, vörsümə qatdarçına, bir zərbən bəs eləyər ki, alnından nal çıxar. Bu adam anormaldır, LGBT tipi bil. Deyirəm, kişi kimi danış, adam dili bil. Yasamadan axtarırlar səni, həddini bil. O nə statuslarda, yaxşı oğlan səhifəsinin adımını. Mənə dedilər ki, sən çox güclüdür, amma döyülür tampo. Bu hərəkətimə görə yəqin ki, inciməzsən, pardon. Bunun həyat şəkillərindən evdə yığılmışam album, siz də yəqin ki, birinci dəfədir görürsünüz qışqıran qandor. Versus Battle-a baxıb orada, burada təbə gəlir. Sizin hamınızda göhdü başlayımsa, amma mənə gədə gəlir. Həqə gəlir, hədə tanımadan mənə borsun. Balaca başı yekir, göhdü baxan deyib borsun. Gəlir, bəli, bəlidir, nədir, başı yox. İşləyib əli, verim əlinə, bəli, bəlkə tutun şeyinizi. Gəlir, təbii gəlir. Bunun dilinə gəlir, mənim elimə gəlir. Mənim ünsiyyətçin həyat tərzim amma ciddi bölsün. Hörmətli münsiflər panslarımı bölsün. Belə biçlər deyirlər ki, Eminem də ölsün. Bro, bu videomu paylaşarsın, məndə olan istedadı doyuranı görsün. Rahat! Üçüncü round set. Değişir. Bax, mən bəli, bir dənə səhifədə dəyişmişəm Azərbaycan 100 mininin beynini. Sənə elə gəlir çox səhvəm və elə gəlir çox deyinirəm. Mən görmüşəm sizə kimi insanların iç aləmini və görmüşəm, yazmışam qələmini. Mən bilirəm sənin problemin nədir və sən bütün verslərin şablon. Sən ondansa işdə albom, bəlkə orada çıxan bir-iki dənə fərqli mövzular, amma mənə elə gəlir, sən rəhdə deyilsən kral, sən rəhdə atlısan, izlə. Mən istəməmişəm səni atım dislər, ona qədər pisləyib səni, izləyim səni, hirsləndir belə gəlir ki, millət gizlən. Mən istəmirəm batıl, mən sevmirəm batıl, mən sevmirəm etməni. Burada gecə mənə elə gəlir, keçməliydim, buradan kənara və girməməliydim batıla. Mənə elə gəlir, burada qatılıram. Sən Titaniksən, mən sənin qabağıma çıxan iceberg. Sən burada qabağa getmə. Sən əlimə saz ver. Mən əlimdə sazla daha çox yaradıram hip-hop abu-havası, necə ki sənin yaradır sözləri və davası. Mən yaratmışam hip-hopu öz daxilimdə, öz tərzimi. Məni bəyənmir millət, bəyənmir səsimi və nə fərqi? Sən dinləyicilərin oyanıb gedir məktəbə, mənim dinləyicilərin oyanıb gedir işək. Mən istərəm sən kimi canlılarla didişək. Və bəli, mən intellektualam. Və bax, mən həddən artıq mərdənim. Deyirsən, gəlib söyüş söyə bilmir, batılın deyil, həm də ki, ancaq gəl söhbətin içini açaq. Mən bura girişdim 0 söyüş, 100 punchla, sən 100 söyüş 0 punchla. Sən yedin hər bir söz sadəcə şablonlarda götürmüşsən klişeyi. Elə bilirsən, bacarırsan gözəl bir şey. Yox, anla. Mən istəmirdim üstübə gedim və mən sevmirəm burada. Münsiflər verməsin mənə səs, sevməsin mənə hər kəs. Mənim rəpim mənə qəffəs, yoxdur yaşamağa həvəs, hər tərs. Sizi kimi rəpirlər nəslər, rəpim canını kəsir, mən sevmirəm sizi. Ona görə əsl, insanlığa görmüşəm. Sən buradan sonra tapsa beyniz bu sözlər, sən olacaqsan Lenin, Mavzaleydə. Tamam, işte. Bir də səs maksimum xahiş edirəm. Məni zəif bildim, bitch battle-da mən baronam. Sən də bir gün kral olsan, məndədir koronam. Neçənci cinsən, sən nədir axı paroda? Geylər qəribi sədir seçib, daxil eləyir karoya. Hamımız yaxşı oğlanıq, biri üzdən İraqdır. And içərəm, geydi qərib, amma gözdən İraqda. 15 dəqiqə bundan da bax, bəyək o birisi otaqda. Tahir çıl çalırdı, baxırdım mən qıraqdan. 100 manatdan məncə girək, qərib mənə mat qalıb. Fikirləşir, axı balacaydı, necə dağıtdı matqanı? Patqıvat və geyin atdan görünməsin alqanın. Mən sikdiyim götlərdə bir-iki biç çap qalır. Uduzmalı, o da ki qəribdir. Emin adam tap bir bağdan xiyar nəribdir. Face'də stat yazdım, o ki, Face'də stat yazdım, o mən zəif rəqibdir. Bu battle-dan sonra məni harada gördünüz, deyin seti sikən gəlibdir.
gördün o mən çox qavadır. Adımı ver polisə, dinən o mən şeyə dadanır. Oyuna striptiz sonan mənim, mən sənə bahadır. Burada battle qalib olsun, sən götünü yət bahadır. Mən canavaram, bu çaqqal, battlesa ormandır. Təmiz ev qızı idi, yetim malakanda körlandı. Özünüzü Sumqayıtda hiss edin. Mən Rüzgar, bu da Kilin Orxandır. Sumqayıtda Rüzgar olsun. Bakıda Fil Orxandır. Oy! Round. Bir daha xahiş edirəm, bura gəl dəstək olduğunuz hamınız özünüzü dağılmışsınız. Kral House. Set sütləri üstündür. Yəni ki, elə bil ki, mən hansısa bir tracker qulaq asdım, bu işdən. Punchlarını da saxlayıb ağzının axırına. O mənim də ki, bir də ki, emosiyalı göstərə bilmirsiniz. Ancaq fırlanma ona heç nə almır. Yəni ki, sən nəsə göstərmə, şov göstərməlisən. O şovunu mən o məndə gördüm. Punchların hər dəfə vururdu. Səhvim sadəcə oldu ki, qalanlıq borucu səsini çıxardı. O deyildi. Bir də ki, emosiyanı yaxşı göstərdi deyə, ona görə də o mən deyiləm. Adı? Ümumiyyətlə, belə deyim də, setin bugünkü yarışmaya münasibəti başdan bəri səhv seçib. İntellektual nəsə eləməyə çalışıb, Tural da dediyi kimi, sanki trek üçün nəsə yazıb. Amma burada belə deyim də, hansısa intellektual nəsə göstərməkdənsə, rəqbə vurulan zərbəni göstərmək lazımdır. Və elə gəlir ki, özü də dediyi kimi, o battle üçün deyil, trek üçün. Ona görə mənə elə gəlir ki, o mənim, belə deyim də, sırf batla vurğusu daha güclüydür. Səndə bəzi şeylər qəribdə yəni, sən də deyəndə, ümumiyyətlə, batla kənara çıxırdı bəzi məsələlər. Ümumiyyətlə, mövzuya aidiyyət yoxdur və rəqibə birbaşa aidiyyət olmurdu. Yəni, sən ki, Tural demişkən, trek yazırdın. Bu, yəni, bugünkü bu mühit üçün deyil. Ona görə olmur. Yəni, mən setin hardasa 4 dənə pancını tutdum və bütün trəkə, bütün bölüsə fikir verdim, söyüş yox idi setdə. Yəni, bu hardasa belə deyil, üstün bir şeydir, amma bu battle'da burada söyüş vermək ihtiyacımız var. Amma ki, Omen daha çox pancı var idi və hər bir bölüsündə olan pancı opşi setdə olan pancılar qədər idi. Ona görə də səsim Omenədir. Müzikləri almışlar. Omen, liqa haqqında fikrin necədir? Normal, yəni əvvəldən necə idisə, demişdim dibinə qədər battle olacaq, oldu da məncə. Yəni, istədiyim rəqiblər qaldı qıraqda, yəni belədir ki, hər şey zor idi. Yəni, sən ikincə set yetərincə güclü hazırlaşmamışdı, yoxsa sadəcə sən çox güclüydün? Yox, mən çox güclü deyiləm, yəni düşündüyünüz qədər də super bir, nə bilim, battle bacaran deyiləm. Sadəcə olaraq öz istedadını göstərən biriyəm burada, hamı kimi. O ki, qaldı setdəki, yəni özü dediyi kimi, battle adamı deyil də, bura gəldiyi üçün, necə deyim, özünü yoxlamaq üçün gəlib, amma məncə çox yubanmasın, bu qədər. Bəs növbəti rəqibin kimin olmanı istəyərdin? Yəni, püşkatma ilə olsa, ya qismət, olmasa da ki, ya fikrət. Sağ ol, Omen. Sağ ol. Liqa haqqında nə təəssüratın qaldı? Hər şey çox gözəl oldu. Omen özünü göstərdi. Əladır. Sən məğlub oldun da, müziklər sənin üçün düzgün qərar verdilər. Tam düzgün. Tam düzgün. Mən qələbə üçün, Battle'da qələbə üçün birincisi deyiləm. Battle'a gəlməyimin əsas məqsədi sadəcə özümü yoxlamaq idi burada. Gördüm ki, bu sahə mənlik deyil. Mən oturub yaza bilərəm, sənə mövzudan, amma Battle'a gələndə mən... Burada Battle deyildi, sadəcə bir yekə kişinin balaca uşağı təpik yeməyinə oxşadı. O balaca uşaq sən idin, yoxsa o mən idin? Mən idim, təəssüf ki. Şahmat olsaydı sən qalib gələrdin, sən deçkimat qoyardın. Bəs növbəti rəqibin kimin olmanı istəyərdin? Nə bilim, Karpov oyansın şahmat oynayanı. Sağ ol, gəlib.